Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Bunu Prezident İlham Əliyev Naxçıvanda prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı qəti şəkildə qeyd edib ki, yerlərdə bugün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Vətəndaş düşünməsin ki, rəhbərin bəzi məsələlərdən xəbəri yoxdur. Sadəcə rəhbər nəyi nə zaman edəcəyini yaxşı bilir. Prezidentin bu çıxışından sonra yəqin ki, bir çox məmurlar, deputatlar, vəzifəli şəxslər səlahiyyətlərinin varlığını öz mənafeləri üçün yox, xalqa xidmət üçün olduğunu xatırlayacaqlar. Bu məqamda İmişlinin Nurlu kənd sakinləri tərəfindən kanalımıza göndərilən şikayəti bir daha xatırlatmaq yerinə düşər. Qeyd edək ki, İmişlinin Nurlu kəndinin sakinləri örüş sahələrinin zəbt edildiyini bildirirlər. Kənd sakinlərinin ixtiyarında olan örüş sahəsində deputat Razi Nurulluyevin kommersiya təyinatlı malqara bazarı tikdirdiyi iddia olunur. Bildirilir ki, zəbt edilmiş 20 hektardan çox örüş sahəsində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən torpaq sahəsi Razi Nurulluyevin köməkçisi Vüqar Süleymanovun atası Yavər Süleymanovun adına icarəyə verilib və İmişlinin deputatı da köməkçisinin ailəsindən istifadə edərək öz biznesini genişləndirir. Məlumdur ki, örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, bir qayda olaraq torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əmlak məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər. Bu məsələdə isə heç bir sərəncam verilməyib və prezidentin də dediyi kimi, bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları var. Torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. İddia olunduğu kimi Razi Nurulluyevin də əkin-biçin üçün yararlı olan torpaqlarda malqara bazarı tikib öz mənafeyini güdməsi tamamilə özbaşınalıqdır. Qeyd edək ki, İmişli rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin şikayəti ilə əlaqədar sözügedən ərazidə hər hansı kommersiya təyinatı tikinti işlərinin aparılmamasına və dayandırılmasına dair müvafiq qərar versə də, nədənsə qanunverici orqanı təmsil edən şəxsin adamlarından həmin qərara məhəl qoyan yoxdur. Maraqlıdır. Başçı Elçin Rızayevin sözü yerinə yetirilmir, qərarları icra olunmur və gözü qarşısında 20 hektarlıq ərazidə deputatın himayəsi altında tikinti gedir, amma rəhbər şəxs susur. Görəsən Rızayevi nə və ya kim susdurur? Axı prezident çıxışında açıq şəkildə bildirdi ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Kənd sakinləri bildirir ki, Rızayevi kimin susturduğu bəllidir. Nə ilə susturduğu isə çox maraqlıdır. Yəqin ki, hazırki başçıların bir çoxu həm prezidentin çıxışını, həm də son zamanlar bəzi icra başçılarının həbsi fonunda baş verənlərdən yetərincə nəticə çıxaracaqlar. Bu arada bildirək ki, Razi Nurulluyevin himayədarlıq etdiyi deyilən malqara bazarında tikinti işləri sürətlə davam etdirilir və obyektdə son yekunlaşma işləri görülür. Hətta artıq asfaltlanma işlərinə başlanılıb. Tikintinin aparıldığı ərazidə 1036 ədəd yulğun ağacı deputatın adamları tərəfindən məhv edilib. Onlar tərəfindən təbiətə külli miqdarda ziyan vurulub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyi akt tərtib edib və qanunsuz tikinti aparanlar cərimələnib. Görünür, bu da qarşı tərəfə işi dayandırmağa mane olmayıb və sakinlərlə deputatın adamları arasında qalmaqal hələ də davam edir. Prezident açıq şəkildə bildirdi. Hər bir rəhbər vəzifəli şəxs xalqa xidmət etməyi özünün əsas missiyası hesab etməlidir. Xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq idarəçiliyin başlıca qayəsidir. Etimadı doğrultmaq, xalqa xidmət etmək, xalqın rəğbətini qazanmaq hər bir rəhbərin borcudur. Bu təkcə tapşırıq deyil. Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi müasir Azərbaycan idarəçilik fəlsəfəsidir. Ümid edirik ki, vətəndaşı rəhbərlikdən narazı salmağa çalışan qüvvələr bugünkü çıxışdan nəticə çıxarıb qanunsuz əməllərinə son qoyacaqlar.